Salam əziz izləyicilər, gününüz xeyirli, uğurlu olsun. Bugün sizə Maşdağı qəsəbəsi 128 nömrəli məktəbdən qabaqda, Sərfəli marketə, Real mini marketə yaxın məsafədə sizlərə 2,2 sotun üzərində 4 otaq, 1 mətbəx, sanitar qovşağı olan evimizin təqdimatına gəlmişik. İlk öncə deyim ki, şəxsi tikili ev axtaranlar üçün ideal bir seçimdir. Burada həyətində belə bir ağacı, rahatlıqla maşın daxil ola bilən həyəti, tam olaraq şəxsi tikili ev yerdən kürsülüdür. Onu qeyd edeyim ki, burada bir su bakı var, burada da bir su bakı var. Qaz, su, işıq da daimi olaraq işləkdir. Evin qabağında belə tamet düzülüb ki, rahatlıqla burada oturub çay içməyə bir əla seçimdir. Evin yanında ara məsafəsini sizlərə təqdim edeyim. Evin alt tərəflərinə də buradan görürsünüz, hava çəkən yer qoyulub. Evin hər bir tərəfinə rahatlıqla keçid eləmək mümkündür. Burada belə bir kladovkamız var. Kladovkamızı da sizlərə təqdim edeyim. Rahatlıqla banka balonu yığmaq üçün əla bir seçimdir. Deməli, daxil olub evin otaqlarını da təqdim edəcəm. Buradan yuxarıda evin çardağına xod var. Evin damı, yəni super vəziyyətdədir. Dədə-baba qumtar damlardandır. Rahatlıqla əşya da qoymaq mümkündür. Daxil olacağım sizə evin içərisini sizlərə təqdim eləməyə. Evimizdəki qoşadaşından tikilib inşa olunub. Daxil olaq evimizin içərisinə. Daxil olduq. Burada belə bir geniş koridorumuzdur, dəhlizimizdir. Sağ tərəfdə belə bir gözəl yataq otağımız. Buranı da yataq otağı kimi istifadə eləmək mümkündür. Burada bir mətbəximizdir. Burada geniş bir sanitar qovşağımızdır. Burada gözəl bir qonaq otağımız və burada digər yataq otağımızdır. Evimizin qeyd edirəm. Qazı, suyu, işığı, interneti daimidir. Sənədi icranın sərəncamıdır. Əla sənəddir. Qoşadaşla tikilib, tam şəxsi tikili evdir əziz izləyicilər. Özünüzə ev axtarırsınızsa bu şansı qaçırmamanızı məsləhət bilirəm. Qiymət də 64.000 manata deyilib, real alıcıya sahibi tərəfindən endirim olacaq. Ətraflı məlumat üçün əlaqə nömrələrimizə zəng edərək maraqlana və ya kanalımıza abunə olaraq digər elanlarımızla tanış ola bilərsiniz. Daima xidmətinizdəyik.